Bir hədis oxumaq istəyirəm sizin üçün və onu qısa izah edirəm. Az vaxtımız var deyə uzun uzadı danışmayayım. Buyurur ki, İnna Resulallah sallallahu aleyhi və alihi və səlləm nəzərə iləl Kəbəti fəqal mərhəbən bil beyt. Deyib, Peyğəmbər sallallahu Kəbəyə baxdı, Allahın evinə. Dedi ki, mərhəbə olsun sənə, salam olsun sənə, xoş halva. Allahın evinə dedi. Ma əğzəməkə və əğzəmə hürmətəkə aləllah. Sən Allah yanında nə qədər əzəmətli və hörmətlisən. Allah sənə xüsusi əzəmət verib, Allah sənə xüsusi hörmət verib, dəyər verib. Ondan sonra buyurdu ki, Vallah ləl mu'minu əğzəmü hürmətən mink. Peyğəmbər buyurdu ki, amma and olsun Allaha ki, müminin hörməti səndən üstündür, Kəbəyə dedi. Müminin hörməti səndən daha əzəmətlidir. Ləənnəllah hərrəmə minkə vahidətən. Çünki Allah səninlə bağlı bir şeyi haram eləyib ki, sənə hörmətsizlik olmaz ancaq. Sənə ancaq zahiri hörmətsizlik, sənin Kəbəyə ancaq ehtiramsızlıq, hörmətsizlik olmaz. Və minəl mu'min səlasətən. Mömin barədə isə 3 şey haram buyurub. Maləhu və dəməhu və ən yazunnu bihi zənnəssəv. Onun malı da haramdır, qanı da haramdır və abrı da haramdır. Onun haqqında pis fikirləşmək belə haramdır. Möminin boynunda haqlarından biri budur ki, barəsində pis fikirləşməsin belə. Abrını aparmasın. Mən sizdən soruşuram, müminin abrının qiyməti nə qədərdir? Qanı qədər. Bir adamı vurub öldürəsən, qanını tökəsən, ona bərabərdir ki, abrını tökəsən. Bir mümin adamı, məsələn, götürəsən, gülləliyib öldürəsən, qanı yerə tökülür, qanının qiyməti qədər onun barədə pis danışıb abrını aparmaqdır. Heç kəs bu cür düşünmür. Təəssüf edirəm ki, elə bir zamana gəlmişik ki, adamlar nə istəyirlər, kim haqqında, necə istəyirlər danışırlar və heç fərqinə varmırlar ki, axirətlərini bərbad edirlər bunun vasitəsilə. Hansı faciələri öz başlarına gətirirlər, bu işlərindən anlamırlar, başa düşmürlər. Bir mömin, günahkar mömin, söhbət məsumdan danışmırıq. Mömin, yəni Allaha inanan, Peyğəmbərə, Əhl-i Beytə inanan, yəni bu üsul dini qəbul edən adam mömindir. Demirik, günahsız adama, mömin bu adamdır ki, bunları qəbul edib. Günahkar da olsa belə, onun haqqında bizə deyirlər, ehtiyatlı olun. Peyğəmbər gətirib deyir, Kəbədən ehtiramı artıqdır. Kəbənin yanında necə təzim eləyirsən, keçirsən, Kəbədir, müminin yanından biz necə etinasız keçirsən və ona hörmətsizlik edirsən. Gətirib müqəddəsatın yanında yerləşdirib Peyğəmbər mümini. Müqəddəs, yəni baxışın belə olsun ki, sənin üçün məsələn müqəddəsat nədir? Allah, Peyğəmbər, Əhl-i Beyt, Quran, Kəbə, bu müqəddəs şeylər var. Allahın dinində mömin o kateqoriya aiddir. Hər nə mömin olsa, günahkar olsa, biri var ki, saxtakar, yəni zatından saxtakar, o başqa. Dini istismar edən adamlar, o başqa. Heç onun da sən abrını aparmaq ixtiyarın yoxdur. Onun da abrını aparmışsan, onun haqqında mənfi fikir deyə bilərsən, insanları agah eləyə bilərsən. Amma abr aparmaq ümumiyyətlə qadağandır. Hədisdə var, İmam Sadiq əleyhissalam buyurur ki, yarım kəlmə ilə, yəni sözü başlasın bir mömin haqqında, ya möminin özünə müraciətlə. Yarım kəlmə ilə kimdir mömini incitsə, qiyamət günü alnında yazılar ki, bu Allahın rəhmətindən məyusdur. Allahın rəhmətindən məhrumdur. Allahın rəhməti bunun halına gəlməz. Əl-mu'minu əğzəmu hürmətən minəl Kəbə. Mömin hörməti Kəbədən üstündür. Hədisdə buyurur ki, insanın kafirliyə ən yaxın halı hansıdır? Bilirsiniz nə demədir? Yəni bir addım attı küfürdədir artıq, dindən çıxıb. O haldadır, sərhəddə dayanıb. İmandan küfrün sərhəddində. Deyir, hansı haldır? O haldır ki, deyir, qardaşın arxiv deyə bilirsən, məndə nələr var. Neynir? Arxiv yığır adamlar haqqında. Mömin qardaş haqqında deyir, yazım yaddaşa, bir gün gələr vuraram. Lazım hələ yox, vaxtı çatar, birdən bir yerdə bərk danışar, deyərəm, səssiz sal, filan vaxtı filan şeylə. Deyir, bu kafirə bərabər haldır bunun halı. Sən nə işlə məşğulsan?
Sən işin adı nədir? Sən nə işə ömrü hədər edirsən? Adamları cəzalandırmaq, adamların eybini yadda saxlayıb üzə vurmaq. İmam Rıza əleyhissalam ki, buyurur ki, mən İmam Rıza lənət oxuyuram belə adamlara. Mən İmam Rıza ki, rəhmət imamıdır, rauf imamdır, mehriban imamdır, deyir, mən onlara lənət oxuyuram. Deyir, kim bir mümini abrı gedən vaxtda, barəsində danışılan vaxt, müdafiə eləsə, desə olmaz, danışmayın. 70 hicab yaranar onunla cəhənnəm arasında. 70 fasilə uzaqlaşar cəhənnəmlə. Deyir, bir dənə pis iş gördün, bir nalayiq bir iş gördün mömindən. Hədis buyurur ki, 70 dənə yerə yoz. Elə bir yerdən çıxır ki, görürsən ki, bura günah yeridir. Deyir, 70 dənə yaxşı yerə yoz. Sonra yol tapmasan yozmağa, özünü qına. Deyirəm ki, mən necə düz adam deyiləm ki, yol tapa bilmədim, bunun işini xeyrə çıxardım. Necə özünün abrını müdafiə edirsən? Deyir, ondan çox qardaşının abrını müdafiə elə. Rahat adam var, üzündə mən sevinç görürəm. Kiminsə eybini danışanda, eşidəndə, gəlir adama xəbər verəndə, danışanda sevinç görürsən. Bu çox mənfi xislətdir. Adam kiminsə eybindən sevinsin. Hətta biləndə yerə təəssüf eləyəsən ki, kaş belə olmazdı. Üstünü örtəsən, örtbastır eləyəsən, deyəsən, yox, inşallah, bu mömin cəmiyyəti budur. İman özünü bu yerlərdə göstərməlidir. İman Məkkəyə getməklə, Kərbəlaya getməklə, ziyarətə getməklə, əzadarlıq eləməklə özünü büruzə vermir. İman bunların nəticəsində, bax, belə praktiki münasibətlərdə özünü göstərməlidir. Quranda oxumuşuq ki, valideynə demə. Mən dünən moizəyə hazırlaşarkən bir hədis gördüm ki, kim möminə desə vilayətdən xaric olub. Yəni, bu qədər haqqı boynunda böyüdür, bu qədər böyüdür. Çünki imamlar deyib ki, məndən möminin haqqını soruşmayın, danışsam əməl eləməyəcəksiniz, beliniz sınacaq. Ona görə bilməsəz yaxşıdır, bilməsəz daha yaxşıdır. Qiyamətdə deyir, nida olunar. Kim möminlərə əziyyət eləyib, qalxarlar, deyirlər ki, aparın bunları cəhənnəmə. O adamlar ki, sözü ilə, tikanlı sözü ilə, hansısa bir hərəkəti ilə ürək sındırıblar. Günahkar bir adamın qəlbini sındırıblar. Bir baxışla əziyyət deyir eləsə, baxışı ilə əziyyət versə, deyir, qiyamət günü Allah ona əziyyət verər. Allah onu qorxudar cəhənnəm oduyla. Bu hədisə baxın sizə Allah. İmam Həsən Əskəri əleyhissalamın şəhadətini qeyd elədi də bir neçə gün bundan qabaq. Ona görə dedim, İmam Həsən Əskəri əleyhissalamdan da bir hədis olsun. Buyurur ki, biz 124 min peyğəmbər, yəni Allahın göndərdiyi bütün elçilər və biz əhl-i beyt, yəni 14 məsum, qiyamət günü bir sırada düzülüb dayanaq fərz eləyin. Bütün peyğəmbərlər dayanıb və bizim peyğəmbər və əhl-i beyt, 12 imam, xanım Fatimə Zəhra. Hamımız bir cərgədə dursaq, qiyamətdə məhşər səhrasına bir mömin daxil olsa, bizim qabağımızdan keçsə, biz hamımız ayağa qalxarıq ona hörmət əlaməti kimi. Görün nə qədər ehtiramdan söhbət gedir. Bir mömin gəlsə, bütün Allahın elçiləri, əhl-i beyt onun hörmətinə, ehtiramına ayağa qalxarıq ki, mömin gəlir. Biz bir-birimizlə belə davranırıq, biz bir-birimizə belə ehtiram edirik. Deyək ki, bu mömin deyil, hazırıq mömin deyil adını qoyaq. Axı, öz hərəkətlərimizə bəraət qazandırmaq üçün əvvəl onu kafir eləyirik, təkfir eləyirik, sonra rahat da davranırıq. Qardaş, bir günah, 5 günah, 10 günah, lap 100 günahla adam dindən çıxmaz, əgər etiqadı qalıbsa. Mən günaha cürət yaratmıram, günahlar Allah eləməsin. Bir gün səbəb ola bilər insan dindən xaric olsun, amma biz qəzavət eləməyək. Biz hökm verməyək, biz ehtiram saxlayaq, hörmət saxlayaq. Bu hədisləri mən eyham üçün demirəm, nə üçünsə. Elə mövzu Allah saldı beynimə, dedim bundan danışım. Amma hiss edirəm ki, xüsusilə bu sosial şəbəkələrdə ki, üzü görmür deyə insanlar bütün hədləri aşır və düşünmür. Mən hərdən baxıram, görürəm ki, bir məsələn, filan bir məddah səhv eləyib, filan bir ruhani səhv eləyib, filan, yaxşı səhv eləyib də eləyib. Sənin elədiyin ondan betər daxı, sən onu orada söyürsən, təqqir edirsən, abrını tökürsən. Onun səhvi bir idisə səninki 10 qat artıqdır. Sən güya din davası aparırsan, sən güya haqq axtarırsan, din davası aparan adamın ilk növbədə mərhəmət olar vücudunda. Qarşısındakına ürəyi yandığından danışar. Mən səndə bunun əlamətini görmürəm. Sən sevinirsən, deyirsən, vurum əzim tapdalayım bunu, deyirsən ki, mən bunu dinə xatir eləyirəm.
Axı, bəllidir ki, sən bunun üçün eləmirsən. Bir haqq müdafiə eləyərkən abır aparasan, təhqirə keçəsən, istehza, məsxərə eləyəsən, bu bir mənalı məsələdir ki, bu yanlışdır, kökündən səhv bir şeydir. Və sosial şəbəkələrdə bu kimi hallar böyük bir bəladır, epidemiyadır ki, insanlar üzünü görmədiyi üçün biraz üzləri, necə deyim də, o sözü istifadə eləmək istəmirəm. Bir yaxşı o haqlar qorunmur. Möminlərin bir-birinin müqabilində olan haqları qorunmur. Ona görə deyir, qəlbiniz geniş olsun. İmam Zaman əleyhissalam deyir ki, mənim zuhurum nə zaman təxirə düşməz? Ala ictima'in minəl qulub. Deyir ki, qəlbləriniz bir olsa, bu qədər ağlamağa, dua eləməyə ehtiyac olmaz. Demir, şərab içməsəz. Demir, namaz belə qılsaz. Bunu demir. Deyir, mənim zuhurumu gətirən şeyi başqa şeydə axtarmayın. Bir-birinizə dəyər verin. Qəlbləriniz bir olsun. Bəli, fərqli düşüncələrlə, fərqli yanaşmalarla. İnsanlar var, olduqca fərqlər də var. Hamı eyni cür deyil, eyni cür düşünmür. Ziddiyyətlər var, fikir fərqliliyi var. Bununla belə qəlbləriniz bir olsa. Qəlbləriniz bir olsa, ürəkləriniz bir olsa, mənim zuhurum deyir, bir gün belə təxirə düşməz. Ona görə hər dəfə bir möminlə ixtilaf eləyəndə, hər dəfə bir-birinizlə kəskin, sərt danışanda, bir-birinizin abrını aparanda bilin ki, birbaşa zuhur mövzusuna xəyanət edirsiniz. Birbaşa İmam Zaman əleyhissalamın zuhurunu təxirə salırsınız. Bu, o günah kateqoriyasındandır ki, çünki qəlbin geniş olmayınca sən İmam Zaman qədrini bilməzsən. Qəlbin gərək geniş olsun. Deyir, bir xəstəm var, imamlar bizə öyrədir. Bir xəstəm var, gedirsən dua eləməyə. Deyir, Allah, bütün xəstələrə şəfa ver. Dili çevir, belə denən. Elə bilmə Allah sənin xəstəvi itirəcək onların içində. Heç öz xəstövün adını çəkmə. Deyir, Allah, nə qədər xəstələr var. Allahum məşfi kullə məriz. Ramazan ayında ən mənəvi halımızda belə dua eləyirik. Allah, bütün xəstələrə şəfa ver. Ruzi istəyirsən, deyirəm, bütün ehtiyaclılara ver. Heç özünün adını çəkmə. Allah deyəcək, yox, bu özünü dua eləmədim, özünə vermirəm, başqasına verirəm. Allahın nə saymışdın? Allahın nə zənn edirsən? Əhl-i Beyt bizə bunu öyrədib. İbrahim ibn Haşim Əllamə Məclisinin neçənci babasıdır. Deyir, Ərəfatdaydım, Abdullah ibn Cündəb də səhabədir. İmam Musa Kazım əleyhissalamın səhabəsidir. Deyir, Abdullah ibn Cündəb gördüm, Ərəfatdır, Ərəfə günüdür, həc vaxtı. Dua eləyir, ağlayır, 1 saat. Dua eləyir, ağlayır, deyir, mane olmadım, qıraqdan müşahidə edirəm. Yaxşı deyə hərdən adam bir hal əhlinə qıraqdan baxsın. Heç nə yox, tamaşa eləsin, onun hallarına baxsın. Olub mən bəzən ziyarətdə bəzi adamların halına baxmışam, elə ondan zövq almışam. Elə onun ziyarət eləməyinə, dua oxumağına, namaz qılmağına. Bu da deyir, mən baxıram, 1 saat bu ibadət elədi. Gözü deyir, qanla dolub ağlamaqdan gəlir. Deyir, soruşdum ki, deyə bilərsən nə dua elədin? Mənim də deyir, münasibətim var idi. Deyir, mənə dedi ki, and olsun ki, 1 saat dua eləyəndə bir kəlmə özümdən dua eləmədim. Ancaq mömin qardaşları dua elədim, başqalarını dua elədim. Çünki İmam Musa Kazım əleyhissalam bizə öyrədib ki, kim başqa insanı dua eləsə, Allahdan nida gələr. Və ləkəm mi'ətu əlfin zifin mislu. Sənə 100.000 bərabərini verirəm, Allah deyər. Deyir, mən də oturdum, hesabladım, gördüm ki, bir dənə qəbuluna şəkk elədiyim duadansa özüm barədə. Başqalarını dua eləyərəm, 100.000 zəmanət olunmuş xeyir gələr mənə. Odur ki, başqalarını deyir, dua elə, başqalarının haqqında istə. Ustad Həsənzadə Amuli deyir ki, getdim, Həsənzadə Amuli fəlsəfə ustadıdır. Seyid Həsən Amili yox, o Həsənzadə Amulidir. O, çox böyük bir fəlsəfə alimidir. Çox böyük bir ustaddır o, seçilmiş bir alimlərdən biridir. Deyir, kitab yazdım, getdim Əllamə Təbətəbaya təqdim elədim. Dedim ki, tələbəsidir də onun. Dedim ki, bəs bu kitabıma baxın, əgər bir eyb, irad yoxdursa, mən bunu nəşr elətdirim. Dedi, getdim, dedi, qalsın. 2 gün sonra getdim, deyir, dedi, kitabı oxumuşam, hər şey qaydasındadır, bir dənə iradım var. Deyir, dedim, nədir irad? Dedi ki, əvvəldə ki, dua eləmisən, duada ancaq özünü dua eləmisən. Bu kitabın müqəddiməsində Allahdan özümə xeyirli aqibət istəyirəm. Deyir, bir iradım budur ki, özünü dua eləmə, Allahın rəhmətini özünlə məhdudlaşdırma. Yəni, geniş dua elə. Muhammed Ali Muhammedə salavat deyək. Bu baxış bizə lazımdır ki, İmam Zamanın
zuhuru tezləşsin, İmam Zamanın zuhurunu yaxınlaşdırmaq üçün bir-birimizə belə bir baxışa sahib olmağımız lazımdır və hədisdə də bunun haqqında danışıldı. Çox sağ olun.